Verilən tənliyi həll edək. 2 tam %15 çıxılsın 3x bərabərdir. 65-i yüzdə 1-ə vurduqda, bunun üçün 65-i 100-ə bölmək lazımdır. Yəni, bu da olur 0,65 və ya ədəddəki, deməli, burada 2 dənə, vergüldən sonra 2 rəqəm olduğu üçün biz də ədədə sağdan sola doğru sayıb 2 dənədən sonra vergül atırıq 0,65. Buradan 3x-i tapaq, azalan çıxılan fərqidir. Azalanan fərqi çıxaq, 2 tam %15 çıxılsın 0,65. Alt-alta yazaq, elə yazaq ki, vergüllər üst-üstə düşsün və çıxaq. 5-dən 5 çıxsaq 0, 1-dən 6 çıxmaq olmur. 1-ni veririk buradan, 11-dən 6 çıxırıq, 1 onluq verdik, 5 qalır. 2-dən də 1 onluq getdiyi üçün 1 qalır. Deməli, 3x bərabər olmalıdır. 1,5. 5-dən sonraki 0 yazmadım. Və x də bərabərdir. 1,5 bölünsün 3. Bunun üçün x bərabərdir. 1,5-i 3-ə böldükdə 1,5-in içərisində 3 yerləşmədiyi üçün 0 dəfə. 0,15-in içərisində 3 isə 5 dəfədir. 0,5.